Əziz izləyicilərimiz, bu günləri bir kino çatırdan vlog videosu çəkmə qərarına gəldik. Mən və daimi silahdaşım Vüsal bu günləri Qışqıraq filminin Qışqıraq filminin təqdimatına gəlmişik. Qışqıraq 7. Yəni biz bu seriyanı Vüsalla ikimiz də çox sevirik. Demək olar ki, bu seriyanın fanatlarıyıq. Bu film Qışqıraq filmindən sonra böyründə bir dənə belə də bir şey var. Gəlin yox ha, gəlin. Yəni bundan sonra gəlin zad lazım olsa, Haqq sinemaya müraciət edə bilərsiniz. Bir dənə də bizim öz kinolarımızı. Amma heç göstərməsə də yaxşı da olar. Film haqqında fikirlərimizi filmi izlədikdən sonra qısa bir şəkildə sizlərlə bölüşəcəyik. Videonu izləyib kanalımıza abunə olmağı unutmayın. Padlosu yoxdur. Yəni Hopper və hopperlər hara, hoppananlar hara. Yəni burada hoppanmaqla bunun nə əlaqəsi var? Çox xahiş edirəm. Mümkün qədər açıqlama verərsiniz mənə. Yəni gəlini başa düşdük, qışqıranı başa düşdük. Yəni qışqırdanı da başa düşdük, amma hoppananlar nə əlaqə? Deməli, Qışqırdan filminin 7-ci seriyasını izlədik. Bəli. Mən 5 bal verirəm, 10 ballıq cədvəl üzrə 5 bal verirəm. Nəyə görə? Çünki 6-cı hissədən sonra belə bir motivasiyası zəif bir film görmək mənim üçün yəni biraz təəccüblü oldu. Ona görə mən 5 bal verirəm. Mənim üçün yəni 6-cı sinif onun 10-adır. Misal, buyur. Mən belə deyim də tələs. Effektlərə görə mən 7 deyirəm. Amma yenə deyirəm, sən dediyin kimi motivasiya 0. Motivasiya görə 0. Yəni 5-ci və 6-cı filmdən sonra 7-ci filmin ssenarisini dəyişib, belə deyək də bir növ ilk filmlərdə yəni olan Sidney Prescott adlı personaja geri dönmək istədilər. Təbii ki, bu spoiler deyil, treylerlərdə bunu göstəriblər. Amma məncə bacarmayıblar, yaxşı olmadı, alındıra bilməyiblər. Alındırıblar, sadəcə olaraq. Hə, yəni düzdür, çox belə babat səhnələr var, çox babat screamerlər var, qorxulu səhnələr çoxdur. Hətta mən belə deyim, 2 dəfə tullandım yerimdən. Hə, amma ki mənim üçün Scream 6 filmi mənim üçün 10 üzərindən 10'dur. O heç o yerdə, onun ona da olur. Hələlik bu qədər, görüşərik.